Ah zavallı Azərbaycan xalqı. Bizim axırımız hara gedir? Qaranohur gölü. Bugünkü səyahətimiz buradır. Əvvəlcə hiking üçün çantamı yığıb yola düşdüm. Sonra qrupumuzla Gəncədə toplanıb İsmailliyə getdik. Bu göl Şahdağ Milli Parkının İsmailli hissəsində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Parkın giriş hissəsində bilet alıb içəri keçirsiniz. Oradan gölə qədər orta çətin səviyyədə 5 kilometrlik bir yürüyüş məsafəsi var. İstəsəz maşınla da gedə bilərsiniz. Bunun üçün pulla aparan xüsusi maşınlar var. Mən piyada getdim, çünki yol da ən az göl qədər maraqlıdır. Çətin də olsa 3 saatlıq yolun sonunda gölə çatdıq. Burada heç gözləmədiyim qədər çox adam var idi. Şəkil çəkdirən, kamp quran, ocaq qalayan, çay dəmləyən, oyun oynayan, mahnıya qulaq asan, hətta yatanlar belə var idi. Bir sözlə hamı əylənirdi. Gölün gözəlliyinə isə söz ola bilməz. Amma belə davam eləsə bu gözəllik məhv olub gedəcək. Çünki gölün ətrafı da, yollar da demək olar ki, zibillikdir. Gəzməyə gələn bəzi insanlar zibilləri atır yerə. Özü bilirsiniz ən çox atılan zibil nədir? Nə müsalfet? Əli çirklənən bəziləri əlini silib atır yerə. Buradan onlara səslənirəm. Qoy əliniz çirkli qalsın. Təmiz olmalı olan daha vacib şeylər var. Məsələn, təbiət. Bundan başqa siqaret kötüyü, içki qutuları, uşaq bezi, hətta qadın pedi belə var idi. Yolda 10 kilodan çox zibil yığıb qaydanda girişdəki zibil qabına tulladım. Bəs bilirsiniz ən çox zibil atılan yerlər haradır? İnsanların az ağacların sıx olduğu, zibil atanların görülməyəcəyi yerlər. Ah zavallı xalqım. Bizim axırımız nə olacaq? Əlavə olaraq Qaranohura getmək istəyənlərə bir neçə tövsiyəm var. Biz qaydanda 2 nəfər xəsarət aldı. Birinin çiyni sındı, birinin ayağı əzildi. Bunu nəzərə alın. Həmçinin çox vaxt hava yağışlı, yolsa palçıqlı olur. Ayaqqabınızı və geyiminizi buna görə seçin. İnsanoğlunun bu qədər vəhşiliklərinə baxmayaraq təbiətin öz gözəlliyini qoruya bilməsi məni çox həyəcanlandırır. Amma belə davam eləsək o bizə məğlub olacaq. Gəlin buna icazə verməyək, biz ona məğlub olaq. Çünki bu mübarizədən qalib ayrılmağımızın tək yolu budur. İndi isə sizi onun möhtəşəmliyi ilə baş-başa buraxıram. Gedirəm bu axşam, gedirəm gülüm, gedirəm gülüm, üzün solacaq mənsiz, gedirəm gəlməsən, qalacaq sevgim, gəlkən gözlərim dolacaq mənsiz.